gözəl bir his olsa da, bizim bədənimizə o qədər də uyğun olmur. Biz aktiv olmalıyıq. Çünki bizim əzələ və dayaq hərəkət aparatımız, yəni əzələ və sümüklərimiz, oynaqlarımız məhz hərəkət nəticəsində həyatda qalırlar. Bir insan uzun müddət oturaq vəziyyətə keçərsə, hər hansı bir xəstəlik səbəbindən və yaxud da yatağa düşərsə, bu zaman onun əzələlərinin işlədilməməsi nəticəsində əzələlərin həcmində kiçilmə və balacalaşma görülür. Oturmaq insanın belə deyək, pozisiyasını dəyişir və uzun müddət oturmaq onurğa sütunu problemlərinə gətirib çıxara bilər və bel ağrıları olan şəxslərdə bel ağrılarını artıra bilər. Digər tərəfdən, saatlarla oturuq qalmış şəxslərdə qan dövranı zəifləməyə başlayır. Əvvəla qan dövranının ayaqlarda toplanmasından danışmaq istərdim. Belə ki, bizim dizdən aşağımızda xüsusən də dərin venalar var.